Mehriban və bağışlayan Allahın adıyla. Bugün İslam tarixində ən mühüm günlərdən biridir. Sıradan bir gün deyil. Bugün Rəcəb ayının 13-ü və cümə günü. Ədalət günəşi İmam Əli əleyhissalamın Kəbədə, Allahın beyti olan əzəmətli Kəbədə dünyaya göz açdığı bir gündür. İmam Əli əleyhissalam yeganə şəxsiyyətdir ki, ona Vəlidül Kəbə, yəni Kəbədə dünyaya göz açan şəxsiyyət. Nə İmam Əli əleyhissalamdan öncə, nə də ondan sonra bir nəfərə nəsib olmayıb Kəbədə dünyaya göz açsın. İmam Əli əleyhissalam ədalətin özü. O, həyatında, yaşayışında insanlara ədaləti təqdim etmiş və göstərmiş. Biz həmi İmam Əli əleyhissalamın mövludu münasibəti ilə, həmi cümə günü münasibəti ilə bütün dünya müsəlmanlarını, Əhl-i Beyt sevərləri səmimi dildən, qəlbdən təbrik edirik. Allahdan dilək və istəyimiz budur ki, bizi dünya və üqbada Quran və Əhl-i Beyt əleyhimussalamdan ayrı salmasın. Bayramınız mübarək olsun.